Uşağı hicaba məcbur etməyin. Uşaq nə bilir, hicab nədir? Ona geyim haqqı verilib? Sizcə bu geyimi geyinən uşağa seçim haqqı verilib? Yoxsa ailəsinin ətrafında gördüyü insanlardan, yaxud ailəsindən, yaxud ailəsinin izlədiyi seriallardan görüb öyrənib? Balaca uşaq nə bilir, tərz nədir, nəyi nə ilə dəst etmək lazımdır, necə geyinmək lazımdır? Sizcə bu iki şəkildəki uşaqdan hansı birinin gələcəkdəki həyatı daha təhlükədədir? Biz övladlarımıza hicabı məcbur etmirik və ya döyə-döyə bunu geyinməlisən demirik. Onlar ailələrindən belə görür, sevir, istəyir. Çünki balaca uşaq da bilir ki, təqva, saflıq belə geyimlərdədir. Övladınızı bədbəxt etməyin. Qəlbi xəstələr çoxdur. Onlar baxmamalıdır deyirsiniz. Düzdür, baxmamalıdır. Amma baxırlar, nə edək? Onlar baxmamalıdır, biz də o şəraiti yaratmamalıyıq. Körpə uşağın əlinə bıçaq verin, uşaq da vurub kiminsə gözünü çıxarsın. Sonra deyin ki, bıçaq kəsməzdi. Deməzlər ki, bıçaq onsuz da kəsir, sən hara baxırdın? Bıçaq, qayçı, kəsici və təhlükəli alətləri uşaqlardan qoruyursan, onun təhlükəsini başa düşürsən, amma geyimi hələ də anlamırsan.